Salam, hörmətli kanal izləyicilərimiz. Bugün mən Simasadır qəsəbəsində belə bir gözəl bir mükəmməl bir 3 otaqlı evimizdən mən tanış edim. Evin də torpağın tam ki sənədləri qaydasındadır. Burada da özü həyətində zeytun ağacı var. Üstündə hədiyyə evimizin. Üstəyə görgən tam etdən çıxarıb ağac üzü əkə bilərsiniz. Qarşıda da mərkəzi konsentrasına kimi qoyulub, burada su sistemi də qoyulub. Və darvasıdır, rahatsızlan maşını həyətinə daxil olur. Burada kombi sistemi burada yığılır. Evin qarşısı bax belə bir navesti. Padvalı isə görsədim sizə bax qupqurudur. Görə bilərsiniz, əlavə süçəndə kimi qoyulub. İndi isə daxil, belə baxanda kürsü sahəsi 4 daşdır, amma 2 daşda padvarla girişi hörmətli kanalcığım, 5 daş, 6 daşdır kürsü. Daxil o evimizin içinə, inşallah ev olmayan insanlar Allah Teala belə gözəl evlə qismət etsin. Solda qonaq otağımız, yataq otağımız, sağda mətbəximiz, solda isə evimizin sanitar qovşağıdır. Birinci növbədə evimizin qonaq otağı ilə mən sanışdım. Bax, belə bir gözəl bir mükəmməl bir qonaq otağıdır. Pəncərəsi çox genişdir. İşıq yanmasa belə də gördüyünüz kimi, yəni işıqlı evimiz. Qiymət çox super qiymətdir. 65.000 manata belə bir gözəl bir evimiz satışa çıxıb. Sözsüz ki, real alacaq, yəni endirim olacaq. Burası isə mətbəxdir. Mətbəx yetərincə genişdir. Yəni mətbəxlə bir yığılğansa burada stolsunu qoyub nahar edə bilərsiniz. Pəncərəmiz mətbəxin də birbaşa öz həyətinə baxır. Sağ tərəfdə belə bir yataq otağımız burada mövcuddur. İşıq yanmış, görürsünüz, işıqlıdır. Burada isə ikinci yataq otağı hörmətli kanal izləyicilərimiz. Buraya isə evimizin sanitar qovşağıdır və yeni istinq olunan təsis olunub. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.